O yerləşmə yeridir, hardadır, ev harda yerləşir, yola yaxındır yoxsa yox. Bax, həyətin qabağı düz hara baxır? Mərkəzi yolun qırağına. 132, 161 nömrəli avtobuslar buradan keçir. Məşhur Bərbər Elməddinin bərbərxanasının üzbü özündə. Bir də göstər qardaşımızın obyektini görsünlər. Məşhur Elməddin bərbər. Ölsəmdə tanımayan yoxdur bu bərbəri. Buyurun keçək. Evimizin arxa hissəsinə baxır 118 saylı məktəbə. Göstər məktəbi də görsünlər. İndi evin pəncərəsindən də ətraflı göstərəcəm sizə. Əzizlərim, 2 sot yarımın içində 4 otaq. Gül əkməyə yerin də var, istəsən bisetka da eləyə bilərsən. Evimizin sağ tərəfi boşdur. 2 dənə evdir burada. Demək olar eyni proyektdədir. O birisinin həyəti biraz balacadır, 119 mindir qiyməti. Bu da ki 122 mindir qiymət. Tam təmirli təhvil verilir sizə. Düz yolun qırağında qazı, suyu, işığı var. Sənəd bələdiyyə, altda qarajı da göz qabağında. İsitmə sistemi, kombi, başımızı çox ağrıtmayım, keçir evimizin içinə. Yerdən bir 10-15 daş kürsülüdür. 132 baş keçir. Ağaç bir də qalxnaxadır. Qardaşım, bax 132. Dalıcanda 161. Dalbadal gedirlər, əki. Nə lazım tabından artıq sənə? Gəl görək. Ya Allah. Allah hamıya belə gözəl ev qismət eləsin. Keyfiyyətinə söz yoxdur. Çox qəşəng tikiblər, qoşa daşla, fundamentində betonu zadı, hər bir şey qaydasında. 1 qram nəmişlik olmayan yerdir. Gəl bura bir dənə kuxnasını göstər. Yeri sürtülüb ücə, bax görürsünüz də mətbəxi sürtülüb. Lakı vurulur, pirinç tuta vurulur, istəsəz laminat da eləyə bilərik. Geniş mətbəxi var, 3 dənə yataq otağıdır. Bura birinci yataq otağıdır, aparat da burada deyil, sürtürlər ücə polları, təmizləyirlər. İkinci yataq otağı burada. Bir dənə elə oradan məktəbin göstərərsən nə qədər yaxındır. Bax düz bax məktəbin arxasındadır. Yaşayış ərazisidir bura. Qəti kənd təsərrüfatı filan belə şeylərdən söhbət gedə bilməz. Düz məktəbin qabağındadır. 2 sot yarımın içində və 2 sotun içində. 2 dənə evdir, birini göstərirəm sizə. Gələn olan müştəriyə o birisini də göstərərəm. Onun həyəti biraz bundan balacadır, amma qiymətli yenə də danışıq yeri var da. Buzlu şüşələrdir. Bu da ki, hər yanda asfaltdır. Bax, göstər görsünlər. İndi gələcəkdə qonşunun həyəti torpaq satsa, alıb qata bilərsən həyəti. Elə ki, satmır. Burada bizim 3-cü yataq otağımızdır. Aboylan zövqünü zadını görürsünüz də, yəni bu belə bitməsin. Necə gəldi tikilən evdə ör yəni bu. Burada da kamon tualet isti poldur. Artıq əşyalar yığmışıq ora, evin polları sürtünürdü yəni. Bir də axırıncı dəfə zalı da göstərək sizə. İş gedə-gedə gəldim, çəkdim ki, görəsiniz. Düz mərkəzi yolun qırağında gözünüzün şahidisiniz. Mən yalandan demirəm ki, yoldan 300 metr aralı nə. Açdın qapını 2 metrdən sonra avtobus gəldi, dayandı, mindin, çıxdın, getdin, Allah xeyri versin. Zalın da yekə, şəbəkə pəncərələrin qaydasında. Həyətindəki indiki zamanəyə görə valı yaxşıdır. Bundan böyük problemdir, onsuz böyük həyətə baxmaq olmur. Qazın da var, suyun da var, işığın da var. Bələdiyyəyə də gedirsən, adlı yazdırırsan, kupsa veriləndə sənə də çağırırlar, verirlər. Qiymətimiz də dediyim